Salam dostlar, əgər televizorunuzun ekranında belə rəngbərəng işıqlar yanıb sönürsə, heç bir narahatçılığa ehtiyac yoxdur. Bu videoda mən sizə bu problemin həlli yollarını ustaya getmədən necə etmək olar, onu göstərəcəyəm. Mən bu problemin həllini araşdırdım bir neçə mənbədən və bir neçə üsul tapdım. Mənim öz televizorum Zimmerdir. Məndə bu üsullardan sadəcə biri işə yaradı. Amma digər üsulların da effektiv olduğunu oxudum və onların da məncə yoxlamağa dəyər. Televizorun markasından asılı olaraq məncə hər biri işə yaraya bilər. Ona görə də gəlin sizə indi bir-bir onları göstərim. Sadəcə əvvəlcədən bunu bildirim ki, televizor ekranının bu cür test rejiminə keçməsinin səbəbi odur ki, ekran uzun müddət eyni rejimdə işlədikdə burada kölgələr yaranır və televizorda belə bir sürətli rənglərin keçidi isə həmin kölgələrdən təmizlənməsinə, həm də piksellərin canlanmasına səbəb olur. Ona görə də bunun televizora heç bir ziyanı yoxdur. İndi isə üsullara keçək. Ən çox istifadə olunan üsul budur ki, televizoru tokdan çıxardırsınız, 2-3 dəqiqə gözləyirsiniz, daha sonra yenidən toka taxar-taxmaz televizorun pultunun üzərindəki power düyməsini 20 saniyə basılı saxlayırsınız. Növbəti üsul isə budur ki, televizorda exit düyməsi var. Bu da göstərdiyim bu düymədir. Bu düyməni basılı saxlayırsınız və müəyyən müddətdən sonra televizor normal vəziyyətinə qayıtmalıdır. Mənim özümün istifadə etdiyim və işə yarayan üsul isə deməli televizorun üzərindəki Zimmer yazısının və ya loqonun altında belə bir gizli düymə olur. O düyməni yandırıb söndürdükdə televizor normal rejimə qayıdır.